Salam əziz izləyicilərim. Hamı yazır mənə ki, bu təndiri necə hazırlamısınız? Polunu bizə başa salın. Mən də orada gördüm ki, videolar qalıb. Belə qərara gəldim ki, videoları sizə səsləndirim. 15 vedrə qlinaya, yəni sarı torpağa, 1 vedrə qum, yarım kisə göy ot döyülmüşük, yarım kisə saman töküb, isladıb tapdalayırıq. Məndə olmadığı üçün mən əlavə eləmədim. Keçi tükü də əlavə eləmək olar. 15 vedrəyə hardasa 200 qram keçi tükü qarışdırsaz, təndir daha da möhkəm olur. Onu qarışdırandan sonra ikinci gün açıb əllə yaxşıca qarışdırıb bütün hər yerinə yayın samanı, otu, keçinin tükü. Əllə qarışdırandan sonra yenə təzədən yığıb üstünü örtün. O nə qədər yaş olsa da bir həftə qalandan sonra bərkiyəcək, yəni əlinizdə plastilin forması alacaq. Sonra yerdən yuxarı boş torpağa qoymayın. Yerdən yuxarı kərpic, yoxsa beton işləyib yerdən nəm çəkməsin deyənə. Təndiri hər gün bir rəd, bir sıra yəni qaldırın. Təndiri sırazı tikmək olmaz. Hər gün axşam çağı saat 4-də. Başlayın ki, tikməyə isti hava olmasın. Tikəndən sonra 1-2 saat keçir, hava dəyib təpir, təpirləndə yəni ki, suyu gedir. Axşam üstünə bir şey atın. Çox gün olanda, günün istisi olanda, səhərlər açıb, günün istisi olanda üstünü bağlayın, öz havası ilə qurusun. Üstündən barmaq izləri qoyursunuz ki, o biri hissəni tikəndə birləşsin. Sual verə bilərsiniz ki, niyə sırazı tikmək olmaz? Təndir formasını itirir, əyilir ağırlıqdan. Birdən-birə tikiləndə də, isti havada qurulanda da təndir çat verməyə başlayır. Təndiri ən azından 7 dəfəyə tikməlisən. Bir şey də əlavə edim ki, təndir 4 rəd qalxandan sonra aşağı hissələr qurumağa başlayanda əlinizdə hamar daşla, gir də ola bilər. Gir yanı o tərəziyə qoyulan qədimi daşlar vardı. Bax onunla yumru hissəsi ilə təndirin aşağı hissələrini döyün. Döyürsən ki, təndirin içərisi prislənib şüşə kimi olsun. Yəni ki, nahamar olmasın, hamar olsun. O çörəyin arxası heç vaxt yapışmır torpağa. Təndir ağarıb, yanıb, quruyanda. Təndiri döymək lazımdır, polnusdur. Yəni yuxarı qalxa-qalxa biraz qurudu ki, başlayın təndiri döyməyə boğaza kimi. Sonra ağardanda, tam quruyan fason olanda təndiri ağardırsınız. Ağarmaq da nə deməkdir? Çoxlu odunlar yığırsınız, səhərdən axşama qədər yanır, siz də yavaş-yavaş içinə atırsınız. Çalışın ki, divarlarına dəyməsin, təndir ağaranda, quruyanda. Divarları qopa bilər. Həmən günü çörək bişirməyin. Yəni axşam üstü soyuyandan sonra nəsə isinə qoya bilərsiniz, ət, kabab. Çörək bişirmək olmaz həmən gün. Ona görə təndir çox isti olur. Mən təndirin üstünü şkaturlamamışam. Əgər evdə xırda göz setka varsa, üstünə setka çəkib, üstünü çimentlə şkaturlaya bilərsiniz.